Məni izləyən hər kəsə Allahın salamı olsun. Yay gəldisə, demək ki, bu ləzzətli yeməyi, yəni həyət beçələrindən belə gözəl, ləzzətli çolpa qızartması hazırlamaq zamanıdır. Yanında da belə gözəl tərəvəzli salat və atlama ilə birlikdə servis edəndə daha da ləzzətli olur. Belə ləzzətli yeməyi necə hazırlayıramsa bilmək istəyirsinizsə, videomu sona qədər izləyin. Əməyə hörmət olaraq bəyəni düyməsini basıb, öz gözəl yorumlarınızı bildirməyi unutmayın. Əlbəttə ki, həyət çolpaları götürürəm, 2 ədəd götürdüm. Mən bunları tərtəmiz suyu çıxana qədər yuyuram. Çolpanı necə gözəl şəkildə yuyub soyuducuda saxlamaq lazımdır. Onun haqqında video kanalımda var. Arzu edən keçid edib baxa bilər. Çolpaları əvvəlcədən yumuşdum, bir daha yudum və çolpa elə bir ətdir ki, quş ətləri mütləq öz tikələrinə bölünməlidir. Onu lap xırda etdikdə bişirdiyiniz yemək əzilib, yəni xaşılı çıxa bilər. Çolpaları öz tikəsinə böldükdən sonra belə bir dərin düz tava götürürəm. Daha sonra doğradığım çolpaları tavanın içərisinə tökürəm. Üzərinə çıxan qədər soyuq su əlavə edib, tavanın qapağını qoyub, odun üzərinə qoyub, kəfinin çıxmasını gözləyirəm. Mənim videomu izləyənlər bilir ki, mən heç vaxtı kəfini almadan, yəni çolpanı heç vaxtı bişirmirəm. Əti, çolpanı, toyuğu. Baxın, çolpaya isti dəydikcə görürsünüz, buradan görünür. Ətin sümüyün arasında, ətin arasında olan kəf hamısı suya çıxır. Kəf nədən əmələ gəlir? Ətin sümüyün arasında olan qandan. Ona görə də biz əvvəlcə yeməyimizin daha ləzzətli, daha gözəl olması üçün mütləq buna əməl etməliyik. Kəfi tam çıxdıqdan sonra, tam çıxmamışdı, ona görə də tavanın qapağını örtürəm. Burada artıq baş qaynamaq istəyir, qaynatmıram. Sadəcə gördünüz, qaynamaq istədiyi üçün odun üzərindən götürürəm. Odun üzərindən götürürəm. Heç vaxtı, baxın, bu suyla yemək bişirmək olmaz. Yəni, bu suyu tökürəm gedir. Sonra tavanın içərisində 3-4 dəfə bu vəziyyətdə çalxalayaraq suyunu tökürəm ki, ətin sümüyün arasında qalan bütün kəf çıxsın. Daha sonra tavanı yuyuram, çünki kəf qaynadıkca tavaya yapışır. Yeməyimizin həm rənginin, həm dadının gözəl olması üçün mütləq əvvəlcə tavanı yumaq lazımdır. Tavanı yuduqdan sonra odun üzərinə qoyuram və çolpanı, baxın, bir neçə dəfə belə silkələdikcə suyun içərisində, yəni sümüyün arasında, ətin arasında olan o kəfin hamısı çıxır. Görürsünüz, bir neçə yumağıma baxmayaraq hələ də ətin suyu şəffaf olmur. Yəni, ətin suyu tam şəffaf olana qədər yumaq lazımdır. Burada nə ətin bilyonu getmir, nə ətin dadı getmir, nə tamı getmir. Əksinə, sizin bişirdiyiniz yeməyin həm dadı, həm rəngi çox gözəl olur. Artıq belə sudan da görürsünüz ki, yeməyimizin, yəni ətimizin tərtəmiz yuyulduğu bilinir. Buna baxa bilərsiniz, nə qədər gözəl şəkildə yuyulduğunu görərsiniz. Əti aş düzənə tökürəm, tam suyu süzdükdən sonra əti böyük bir dərin ləyənin içərisinə tökürəm. Dərin ləyənin içərisinə tökürəm suyu süzdükdən sonra, üzərinə daha da dadlı olması üçün duz, istiot, biraz da sarı kök əlavə edirəm ki, bişirdiyimiz yemək daha dadlı, daha ləzzətli olsun. Və yaxşı qarışdırıram ki, duz, istiot, sarı kök bütün ətlərin hər yerinə hopsun.
Tavanı odun üzərinə qoyuram. Üzərinə duru yağ əlavə etdikdən sonra, yağ isindikdən sonra əti tavanın içərisinə düzürəm. Mütləq belə dərin tavada bişirmək lazımdır ki, həm qızararkən kənara yağ çırtlamasın, yəni sıçrayıb batırmasın, həm də ki, belə olanda toyuq daha gözəl qızarır və gözəl şəkildə bişir. Tavanın qapağını örtürəm və qızarana qədər, bir üzü qızarana qədər tərpətmirəm. Çünki bir üzü tam qızardıktan sonra çevirəcəm. Bu dəfə indi baxıram, hələ də qızarmayıb. Ona görə də tavanın qapağını örtürəm. Mütləq tavanın qapağını örtmək lazımdır ki, ətin içərisi həm bişsin, həm də qızardıqca yumuşaq şəkildə olsun. Yəni qurumasın. Yenidən baxıram, yəni unutmuram, artıq ətin bir üzü qızarıbdır. Ona görə də çevirirəm o birisi üzünə. Hər iki üzü tam qızarıb, qıpqırmızı qızarmalıdır. Belə olanda daha ləzzətli olur. Tam da qızardanda daha ləzzətli olur. Bunu çox da tez götürmək lazım deyil. Bütün ətin hamısını, yəni qızarmış üzünü çevirirəm və tavanın qapağını örtürəm, qoyuram, bir üzü də qızarsın. Mütləq yenə deyirəm, tavanın qapağını örtmək lazımdır ki, həm ətin içərisi gözəl şəkildə bişsin, həm də qurumasın. Artıq hər iki üzü gözəl şəkildə qızarıb, yəni yeməyimiz hazırdır. Siz bu yeməyin yanında qarnir kimi ya qreçka, yəni qarabaşaq, yəni ya da düyü süzüb servis edə bilərsiniz. Ancaq mən bu dəfə belə gözəl şəkildə tərəvəz salatı doğradım kahıyla və yay olduğu üçün ləzzətli atlama hazırladım. Hər ikisinin hazırlanma qaydası kanalımda var. İndi isə yeməyimizi servis edirəm. Yanında da belə gözəl atlama və tərəvəzlə. Sizlər də əgər belə ləzzətli, gözəl yemək hazırlamaq istəyirsinizsə, videomu sona qədər izləyin. Əməyə hörmət olaraq bəyəni düyməsini basıb öz gözəl yorumlarınızı bildirməyi də unutmayın. Videonu bəyənib bəyənməməyinizi yazdığınız yorumlardan biləcəyəm.